Tək başına düşmən postlarına kəşfiyyata getdiyi üçün onu canavar ləqəbi ilə çağırırdılar. 37 illik ömrünün böyük bir hissəsini 15 ilini səngərlərdə keçirmişdi. Erkən yaşında itirdiyi atasının vəsiyyətini yerinə yetirmək üçün hərbçi olmağı seçmişdi. Kəşfiyyata getdiyi düşmən postlarına işarə qoyurdu ki, onun gəldiyini bilsinlər. Dostlarına ya şəhid olacam, ya da qazi deyərək son döyüşə qatılan qəhrəman polkovnik leytenant Quliyev Rəşad Rəşidoğlu. Erməninin polkovnik leytenantını, qərargah rəisini öz uvazında məhv eləmişdi. Düşmən tərəfə keçmişdi. Onun əskərləri dedi ki, komandir keçmə o tərəfə, ora təhlükəlidir. Deyirdi ki, yox, mənim atımı düşmən minəcək. Bir gün gördük ki, deyir, axşam çağı idi, at ayaqlarının səsi gəlir. Rəşad gedib öz atını oradan gətirmişdi. O, 23 sentyabr 1983-cü ildə Xətai rayonunda dünyaya gəlsə də, əslən Quba rayonundan idi. 1990-1998-ci illərdə Xətai rayonunda yerləşən Allahverdi Xəlilov adına 263 sayılı orta məktəbdə təhsil alıb. 1998-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə sənəd verir. Yüksək bal topladığı üçün birbaşa liseyin 2-ci kursuna qəbul olur. Liseyi uğurla bitirdikdən sonra 2000-2004-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə ali hərbi təhsilə yiyələnir. Ali hərbi təhsilini bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin cəbhə bölgələrində yerləşən hərbi hissələrində xidmət edir. Demək, Rəşad Bakıya gəldi. Gəldi, uşaqları məktəbə aparmaq istəyirdi ilk dəfə sentyabrda. Gəldi, onlara ləvazimatlar, məktəb ləvazimatları aldı. Yoldaşına tapşırmışdı ki, sən heç nə alma, mən özüm alacağam. Çünki o atasız böyümüşdü. Atası onu məktəbə yola salmamışdı. İstədi ki, uşaqları məktəbə aparsın. Səfərbərlikdən zəng vurdular ona ki, sizi istəyirlər. Əskərlərinə doğma övladı kimi qağı göstərər, onları hər zaman qoruyardı. Aprel döyüşlərində iştirak edən cəsur zabitimiz düşmənə ciddi zərbələr vurulmasında iştirak edir. Vətən müharibəsi başlayanda da Rəşad Quliyev ön cəbhədə düşmənlə üz-üzə idi. Qucaqladı məni, dedim, amma öz-özdən müğayət olun, uşaqlardan müğayət olun. Ancaq bildirmədi ki, döyüşə gedir. Məhəllə uşaqlarından birinə deyib ki, hazırlaşın, milli qəhrəman kimi qayıdacağam. Onu çoxluca qucaqladım, həmişə pləkanlardan su atardım dalınca. İndi düşdüm blokun qabağına, arxasınca baxa, mən onu yola saldım, su atdım dalıca. Gəldim evə, gördüm ki, saatı qalıb. Zəng vurdum ki, oğlum, saatın qalıb. Dedim, amma gəlirəm. Dedim, sən qayıtma. İstəmirdim ki, qayıtsın. Deyirlər, qayıdanda nəsə bir hadisə baş verə bilər, nə ola bilər. Qaça-qaça onu aparıb verdim. Orada da yenə bağrıma bastım onu. Elə bir ki, buraxmaq istəmirdim. Elə bir ki, ürəyimdə nəsə bir ağlıma gəlmirdi. Ancaq nəsə bir hissiyyat var idi, nəsə. Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək canavar ləqəbinə layiq olduğunu sübut edir. Döyüşlər zamanı düşmənə qan utduran zabitimiz 7 oktyabr 2020-ci ildə Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Səhər durdum, gəldim, uşaqları məktəbə apardım, qoydum. Saat 1-ə 20 dəqiqə işləmiş, uşaqları götürməli idim. 5 dəqiqə işləmiş, qapı döyüldü. Bir oğlan gəldi, Aytən Quliyevanın nömrəsini istəyirəm. Dedim, mən qaynanasıyam. Birdən oğlan qayıtdı, dedi ki, siz Rəşadın anasısınız. Dedim, bəli. Heç nə demədi, getdi. Ayaqlarımı geymədən ayaqyalın 1-ci mərtəbəyə düşdüm. Həyətə gördüm, həyətdə cəmaat yığılıb. Daja komendant qadın var idi, ondan da soruşdum. Üzünü çevirdi, ağladı. Onda bildim ki, Rəşadım şəhid olub. Bakı şəhərində 2-ci şəhidlər xiyabanında dəfn edilir. Arzuları yarımçıq qalan şəhidimizin 2 övladı vətənə yadigar qalıb. Sağlığında dəfələrlə fəxri fərmanlarla, orden və medallarla təltif edilən Rəşadın vətən müharibəsi zamanı göstərdiyi qəhrəmanlıqlarda dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Ölümündən sonra Azərbaycan bayrağı ordeni, vətən uğrunda Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə və Qubadlının azad olunmasına görə medalları ilə təltif edilib. Düzdür, bir ana kimi tək oğlumu itirmişəm. Özü də o cür oğul. Ancaq çox ağırdı. Həddən artıq ağırdı. Hər gün onu istəyirəm, hər gün onu arzulayıram. Hər gün mahnılarda axtarıram, hər yerdə axtarıram. Ancaq qürur duyuram. Sağ ikəndə ona fəxr eləyirdim, mənim belə gözəl oğlum var.
ağıllı, kamallı. İndi də qürur duyuram. Fəxr eləyirəm ki, mənim oğlum vətən uğrunda, torpaqlarımız uğrunda şəhid olub.